Sənədləri evdə qoymuş. Xala, tripodumuza eğer siz yüzde olmasa, onlar bütün barmağımda dırnağım şu an silersin. Sürmeyəcək. Adamlar deyir ki, oğlum imtihana yedim. Bir dənə su içirdim də. Yaxın son bir gün qalmışım. Mən Fidana görə bir il kəsildim ki, bu imtihanın videosunu çəkək. Başımın yarısı düşünmür axı. Herkese selam. YouTube kanalıma hoş gelmişsiniz. Bugün sizinle birlikte kardeşimin imtihanına hazırlaşırıq. Özü çox disiplinli bir insan olduğu üçün məni sübh tezdən oyatdı və bizi həmin məktəbə düz 3 saat tez apardı. Məndən fərqli olaraq qardaşım çox hövsələsiz, səbirsiz bir insandır. Mən isə həmişə öz tempimlə yavaş-yavaş hərəkət edirəm. Baxmayın, burada videonu sürətləndirmişəm, amma əslində əlim çox yavaşdır. Hətta bəzən ətrafımdakı insanlar mənim bu qədər yavaş olmağıma çox qıcıq olurlar. Amma neyniyim? Yəni mən yavaş bir insan olaraq dünyaya gəlmişəm. Amma neynəsəm də bunu düzəldə bilmirəm və yavaş-yavaş eləyəndə sanki o işdən daha çox zövq alıram. Bir də ilk dəfə idi ki, kiminsə imtahanda iştirak eləyirdim. Amma onu deyə bilərəm ki, daha çox valideynlər həyəcan keçirir və istəmədən də olsa özlərindəki həyəcanı uşaqlara da keçirirlər. Yadımdadır ki, mənim imtahanıma atam və anam gəlmişdi, amma maksimum bir nəfər sizlə birlikdə gəlsə daha yaxşı olar. Səhər oyananda həmişə üzüm çox şiş olur. Neynəsəm də bu keçmir. Bir tərəfdən də Fərahim mənə deyir ki, tez ol, birinci getməliyəm, məktəbi mən açmalıyam. Onu çox yaxşı başa düşürəm. İstəyir ki, vaxtında orada olsun və mən imtahanıma 1 saat qalmış taksi vurmuşdum ki, rahatlıqla gedərəm. Yəni çox da tez gedib orada gözləməyim. Amma əslində səhv eləmişəm. Kaş elə mən də Fərahimin elədiyi kimi eləyib tez vursaydım. Çünki az vaxt qalmış başına nə gələcəyini bilmirsən və mənim də başıma belə gəlmişdi ki, vurduğum taksi məni rədd elədi və təəssüf ki, sonrasında sifariş elədiyim taksi ilə yox, başqa bir taksidə getmək məcburiyyətinə qaldım. Və təbii ki, bu mənim üçün əlavə bir həyəcan idi. Çünki həmin günün stresi bir yana, bir tərəfdən də görürsən imtahana çata biləcəm, yoxsa yox. Bu kimi fikirlər insanı həqiqətən çox narahat eləyir, həm də motivasiyadan salır. Abituriyent olan vaxtda elə bilirdim ki, bu imtahanı keçməsəm dünyanın axırıdır. Bundan sonra həyat yoxdur. Mənim üçün həyatın mərkəzi kimi bir şey olmuşdu. Gecə-gündüz imtahana hazırlaşırdım. Hətta öz sosial həyatıma belə vaxt ayıra bilmirdim. Amma tələbə olandan sonra başa düşdüm ki, bu heç də elə deyil. Hətta elə olur ki, abituriyent vaxtı seçdiyin ixtisası bir müddət sonra sən oxumaq istəmirsən və yaxud başqa yeni sahələrə marağın yaranır və gecə-gündüz uğruna zəhmət çəkdiyin, girməyə çalışdığın ixtisası 4 il ərzində oxuyursan, amma sonra ümumiyyətlə o ixtisas üzrə işləmək istəmirsən. Ona görə də əvvəldən ya düzgün seçim eləməlisən, ya da ki, əgər həqiqətən də bir ixtisasa marağın varsa və hər hansı bir qabiliyyətin varsa, onu mütləq öz işinə çevirməlisən. Çünki sırf hər hansı bir ixtisasda olan insanlar çox pul qazanır deyə həmin işə girişmək heç də düzgün bir şey deyil. Çünki hər kəsin potensialı və uğurlu olduğu sahələr eyni deyil. Bu hər kəs üçün individualdır. Və makiyajımı bitirirəm. Biz yavaş-yavaş evdən çıxırıq. Ətirlənirəm. Və biz yola çıxırıq. Burada saat 7:55-dir. Bu arada telefon mənim deyil, Fərahimindir. Nəhayət upuzun yoldan sonra gəlib məktəbə çatdıq. Burada Fərahimin üzündəki vatan gülüşü. Daha sonra məktəbin girişini axtarmağa başladıq, amma tapa bilmədik. 14 saylı yazıb orada. Bilin yaxınlaşdır və neçə yazıb. Yaxınlaşmır axı. 24 saylı seçki məndə. Salam. Salam. İnanırsınız Fərahim məni o qədər tez bazar evdən çıxardı ki, heç mən yeməyimi yeməmişəm. Mən yemişəm. Bir də məktəbə gəlmişik, amma bilmirik məktəb. Giriş dövlətdir. Məktəbə giriş var. Bilmirik məktəb bu məktəbdir yoxsa yox. Bu arada girişi buradan deyil deyəsən. Bayağı bir taksi var idi, o da axtarırdı girişini, tapa bilmədi. Görək tapa bilirik biz. Uşaqlar yavaş-yavaş gəlməyə başlayırlar.
Səhərdən 3 dənə taksi gəlib yaxınlaşıb, üçü də məndən soruşur. Mən də elə bir şey illərdir burada qalıram. Heyecanlısan? Yox. İmtahan verəcək. Çox güclü hazırlaşmışam, dağılacam, çıxacam. Belə. Uzun axtarışlardan sonra nəhayət məktəbin girişi tapıldı. Sonra marketə yeməyə bir şeylər almağa gedirik. Marketə gəldik ki, Fərahimi yeməyə bir şeylər alaq. Yeməyə, içməyə. O sırada Fərahim kolalara baxır. Zero. Yox, nə gecəyini. Bugün ümumiyyətlə özümü Fərahimin valideyni kimi hiss edirəm. Onun yanında olub dəstək olmağa çalışıram. Əsas məktəbidir, məktəbi tapdıq. Məsələn, hələ bir-iki nəfər gəldi demək olar ki, görək Fərahimi nə alırıq yeməyə. Daha çox bulka və ya su alarıq yəqin ki. Bir dənə çöplü sok götürür burada özünə. Burada su götürür. Deyəsən suyun üstündəki qablaşmanı sökməliyik. Onu dəqiq bilmirəm. Çünki mən imtahan verəndə elə idi və bir dənə də yeməyə kruvasan götürdüm. Mən də özümə belə bulka götürdüm. Çox vaxt marketə girəndə özümə belə bulku və ya un məmulatı olan bir şeylər alıram. Yəni çox xoşuma gəlir. Yanında isə belə şaftal soku götürürəm və gedirik kassaya. Bəli, uşaqlar aldıq. Xəyalında olduğumuz maşını da gördük. Fərahimin xəyalındakı maşın. Fərahimin imtahanına gələndə xəyalındakı maşını gördük burada. Mən də deyirəm ki, bu bir işarə ola bilər. Belə bir yer tapdıq özümüzə. Yeməyə yer tapmadığımız üçün bunları burada oturub yeyəcəyik. Ədəbə ilə açdığımız kafe Fərahim. Bu da mənim yerim. Təzə kafe açılmış, ora qoy. Otura bilərəm də bu dəfə. Yox, sənə olmaz oturmaq. Ay, gül kimidir. Evet, gəldik. Deməli, uşaqlar, burada. buradan gəlirsiniz, burada təzə kafe açmış oy. Deməli, Seven Days'in anti-reklamıdır, yəni. Bir şey deyim, özümə çöplü sok aldım, amma çöpü yoxdur. Çöpsüz çöplü sok olur da indi bu. Hə, çöplü. Çöpsüz çöplü sok, Fərahiminki isə Məndə isə çöplü sok olur. Seven Days var, 8 Days yoxdur. bilmirəm. Uşaqlar, çox həyəcanlıyam. Karbalon. Mən bunu nətər içim? Mən çöplü sokumu verərəm sənə, içərsən. Ay, görürsünüz, öz çöplü sokunun çöpünü mənə verir. Amma özümünkünü səndən sonra. Sonra burada oturub yemək yeyirik birlikdə və orada baxırıq ki, yelləncək var. Deyir ki, gəl səni yelləyik. Mən də sonra deyirəm, niyə olmasın. Bina evlərinin həyətində belə atraksiyonların, yelləncəyin olması mənim çox xoşuma gəlir. Sənədləri evdə qoymuşum. Sən dəstəsi lazım deyilsən. Yox, lazımdır. Gətirməmsən? Yox. Deyə Allah haqqı. Yalan deyirəm burada da. Çox kötüsün. Mənim yadımda ki, mən buraxılış imtahanıma 1 saat qalmış, taksi vurmuşduq. Hər şey yaxşı idi, taksi gələcəkdi, gedəcəkdi, amma taksi az vaxt qalmış, imtina elədi və mən qaldım ortada. Ondan sonra nə qədər taksi vurduq, bilmirəm. Amma gəlmədi və biz də məcbur avtobusla getdik. Yox, avtobusla getmədik. Yola qədər piyada yeridik. Ondan sonra da bir dənə dayı var idi. Dedi, mən sizi apara bilərəm. Taksi idi o da. Amma bizim vurduğumuz gəlmədi də, təəssüf ki. İmtahana gecikmək istəmirsə tez çıxa bilərsiniz. Amma gedib çatdım, amma o qədər həyəcanlı idim ki, gedən kimi əlim ayağım əsirdi. 10 dəqiqə falan qalmışdı imtahanın başlamasına. Düzdür, gecikmədim, vaxtında gedib çatdım. Yəni 10 dəqiqə qalmışdı, amma o həyəcan 1 saata... Tripodumuz biraz çox güclüdür. Adını demirəm, Diamonddan almış. Kesinlikle. Çox həyəcanlı idim də. Yəni 1 saata mənim o həyəcanım oradan gücdən getdi. 2023-cü ildə universitetə qəbul olmuşam və mən qəbul olan ildə Azərbaycan dilinin mətnləri çox çətin idi, vaxt az idi və çatdırmaq olmurdu. Hal-hazırda saat 4:43-dür. Tərs sevirəm. Uşaqlar, yediklərinizi xahiş edirəm, ətrafı zibilləməyin. Yəni ən gözəl imtahan anısı məncə budur. Heç birimizin, yəni nə 9-da Fidanın, nə də mənim Fidanın 9-da, heç birimizin belə imtahanı gözəl olmayıb. Amma mən Fidana görə 1 il kəsildim ki, bu imtahanın videosunu çəkək. Yəni bu video sizə görə çəkilib. Like atıb abunə olmağı unutmayın. Bir
dənə su içirdim də. Özümüzdə qoyduğumuz tripoda baxın. Çanta və altında su. Mən sport kombində gəlmişəm imtahana. Zamanı gördüm imtahana elə bir toya gəliblər. Onların yanında özümə baxdım, yəni Məncə imtahana maksimum sadə olmaq lazım, sadə geyinmək lazım. əgər burada qalan biri bu videonu izləsə, Yasamal rayonu 153 saylı tam orta məktəbdə oxuyan şagirdlər bu videoya baxırsa əgər yorumlara yazın. Bir də uşaqlar, mən uşaqlıqda olanda 11-lər imtahan verəndə partaya sözlər yazırdılar. Mən də gələndə o sözləri oxuyurdum. Və sizdə necə, belə bir hal olubmu? Yox, hep partanın üstündə belə şeylər yazırdılar. Biz məzun olduq, sizə uğurlar zat belə. Yazırdılar, sizin elə çox iliniz var. Uşaqlar, tripodumuza əgər fiziki yüzdə qoymasa, onlar bütün barmağımı soxdum camaatın ağır. Onu silərsən də dırnağım düşdü, onu silərsən. Sürməyəcək. Yeni saçım nasıl olmuş kızlar? Mənim bu videonu Yüreğim- izləyən 290 nəfər daha doğrusu. 290. 290 nəfər Fərahin Fitness tımı İGÜ Fərahin Fitness, TikTok Fərahin Fitness, YouTube Fərahin Fitness. Hər yerdən like at, abunə ola bilər. Əgər bu imtahandan yaxşı nəticə göstərə bilməsəm belə, məncə bu video, siz bunu görürsünüzsə, Əlbəttə. çox şanslısınız çünki bizim vaxtı biz imtahan verəndə heç kim belə video çəkməmişdi. Qabaqda yellənəcək var. Fərahimə deyirəm ki, gedək yellənir, amma istəmir. Sən necə? Baxın, göstərim sizi. Gözəl yellənəcəkdi. Mən də onun yanında. Sən önce bir dəfə yerlən var. Gözlə. Bir şey deyəcəm, bu boyda yerə mən elə düşərəm də bunun ortasına. Ortası yoxdur. Fikir verirsiniz, mənim çöpü sokumun çöpü yox idi. İndi oturduğum yellənəcəyin üstündə Bugün taxta yoxdur. Var fidan. Baxsızlıq süvari fidanın şeylərində yüzür. Uşaqlara girir. Gəl Fərahim yelləyim sən. Alınca da belə danışıq sərdən yenilənəcəyiz ha. Bura bax, imtahana gətirmişik, yellənəcək deyirlər. Atam da deyir ki, oğlum imtahana yedim. Uşaq olanda babam həmişə bizi yellənəcəkdə belə yeniləyərdi. Düzü bəzən həqiqətən o günlər üçün o qədər çox darıxıram. Və bir anlıq xatırladım. Əvvəllər rayona gedəndə birinci işim gedib yellənəcəyi qurmaq idi, amma babam öləndən sonra heç buna həvəsim qalmadı. İndi mən yellənəcəm burada. Uşaqlar gördüyünüz kimi sizin YouTuberimizi yelləyirəm. Sonra desinlər. Bir şey deyim, bunun bir qolu da yoxdur. Ha? Bunun adından yellənəcəklər var. Biraz daha bək. Daha. Qabaqda. Uşaqlar bəlkə fidanı buradan belə göndərək. Yellədiyimizə görə bir maşın çək. Bir qolu yoxdur, amma xəyalət təsəvvür edirsiniz yanımızda. Xəyalən burada bir qol var, tuturam bunu. Bunu da xəyal gücümdən itələyirəm. Fərahim elə çəkir mənə, elə bil ki, mənə edit edəcək. Daha bir YouTube videosu çəkirik. Kim yeləyəcək mənə? Yaxşı. Da bölürəm. Nə gözəl oldu. Qoyun deyir uşaq olsun. Orada nə isə var. Gözdə göstərim sizə. Oradan səs gəlir. Kilsə kimi bir şeydir, deyəsən. Baxın, belə bir şeydir və buradan səs gəlir. Məncə bura kilsə kimi bir şeydir. Deməli uşaqlar 9-da imtahan verəndə azan səsi gəldi. İndi kilsədəyəm. Üçüncü imtahan deyəsən dindən çıxıram. Səsi zor deyə. Tanış gəlir və səsi. Oradan çıxır. Məncə oradan çıxır. Hadi oradan çıxır. Biz bu səsin nə olduğunu başa düşmədik. Əgər bilən varsa, şərhlərdə bölüşsə çox sevinərəm. Saat 08:59-dur və deyəsən hər səhər 9-da bu. Ya 9-da 12-də bir də çalır deyəsən. Bugün Fərahimlə mən gəldiyim üçün böyük çantamı götürübəm. İçində hər şey var. Su, yemək, hər şey. Fidan bugün mənim anamdır. Evdəkilərin gəlməyini özü istəmədi. Bilməm, deyəsən həyəcanlanır. Özünü mənə daha yaxın. Heyecanlanmıram, proses istəmirəm. Belə. Fərahim, niyə məni seçdin? Çünki sən bir markasan. Sevməyimizin səbəbi odur ki, bizim də əməkdaşlıq edir. Çünki siz bir markasınız Fidan xanım. Ay, çox təşəkkür edirəm. Gəl mənim, çox səyir.
Dedim çəkmə. Dostlar, Fərahim acılığı üçün gəldik ona yenə də yeməli bir şeylər almağa. Fərahim bəhanə. Özüm də yemək istəyirəm bu arada. İkimiz bir yerdə yeyəcəyik. Belə bayaqki oturduğumuz yerə qaydırıq. Amma məktəbin qabağında adam çoxdur. İstəmədik ki, həyəcanlı olsun. Gedək, oturaq, şeylər yeyək, söhbət edək ki, həyəcanı biraz keçsin. Fərahim istədi ki, biz yenə də bura gələk. Ona görə yenə gəldik. Şeylər aldıq. İndi oturub yeyib söhbət eləyəcəyik. Amma bura soyuq deyil, Fərid. Bu imtahan əvvəlki ilin məzunları üçün olan buraxılış imtahanıdır və Fərahim də kolleci bitirdiyi üçün əslində subbakalavr kimi qəbul ola bilərdi, amma şansını yoxlayıb bu il imtahan vermək istədi və əgər istədiyi yerə qəbul olsa, onda oxuyacaq. Yox, əgər qəbul ola bilməsə, onda əskərliyə getməlidir. 1 il hərbi xidmətlə 1 il 6 ay arasında çox fərq var. Ona görə bu imtahanın məsuliyyəti çox idi. Uşaqlar, mən pedaqoji kolleci bitirmişəm, ATBK. İndi hal-hazırda praktikadayam. Uşaqlar, onu demək istəyirəm ki, imtahanın qeydiyyatına son 1 gün qalmış qeydiyyatdan keçmişəm. 1 gün, neçəsə saat qalmış qeydiyyatdan keçdim və bağlandı. Ən axırıncı mən keçdim, axırıncı gün. Ərzəmi təsdiqlətdim belə. Yolumuz da çox sürətlidir, maşallah. Kolleci sevərək oxumusan, yoxsa? Xeyr. Bəs niyə kollecə qəbul oldun, universitetə isə yox? Uşaqlıq səhvim. Bəs yenə olsa hazırlaşsan, universitetə hazırlaşırsan, yoxsa kollecə? Universitet. Universitet yox, mən akademiyasıyam, İdman Akademiyası. İnşallah qəbul olur. İnşallah. Fidan olmasa az-az girərdim o imtihana. Mən dedim, imtihanda ac olmaq pis bir şeydir. Özüm də ac olmuşam, adam sualları yaza bilmir. Hətta elə olub ki, universitetdə imtahan verəndə demişəm ki, mən acam da olar, yemək yeyim. Yəni imtahanın ortasında yemək yemişəm. Həqiqi. Sağ olsun, mənim icazə vermişdi. Azərbaycan Universitetindəki tələbə, yəni könüllülər, oranın işçiləri çox humanist insanlardır. Əgər baxırlarsa, mənim üçün hər birinə salam buradan. Hər birinə salam. Yəni Azərbaycan Universitetində könüllü olan sənəd işlərində kim varsa, xanımlar, yəni həqiqətən çox humanist idilər. 1 il sonra özünü harda görürsən? Sənin yerində. Sizi bilmirəm, amma imtahandan çıxandan sonra mənə verilən və ən zəhləm getdiyim suallardan bir neçəsini sizə deyim ki, özüm də gözləyəndə bunları müşahidə eləmişəm. Suallar necə idi? Asan idi, yoxsa çətin idi? Neçəsini düz yazmısan, neçəsini səhv yazmısan? Onsuz da baş ağrıyır, beyin dumanlıdır. Bir tərəfdən də insanlar belə adama sual verir, ümumiyyətlə əsəb olursan. Bu arada 9-cu sinifdə imtahan verəndə mənim ingilis dili müəllimim imtahanıma gəlmişdi. Necə? Öz qohumu da təsadüfən eyni yerə düşüb, eyni məktəbə 188 nömrəli məktəb. Ömər Atçılıq var, Maştağa tərəf, Aysa ora. Müəllim çıxdım imtahandan, təsəvvürüm müəllimimiz qalıb, deyir necə yazdın? Fikirləşməyə çalışdım, imtahanı necə yazdım? Yuxudayam yerində. Nə bildim yuxudayam. Müəllim hara, bura hara, nə əlaqə? Uşaq artıq məktəbin qabağına gedək. Telefonunu götürdüm ki, imtahana telefonla girmək olmaz. Bunu hamı artıq bilir. Yavaş-yavaş şagirdlər, abituriyentlər məktəbin qabağından olmağa başlayırdılar. Burada gözləyirlər ki, içəri keçsinlər və Fərahim nəhayət içəri keçdi. Heç nə demədi mənə bu arada. Nəsə içimdə qaldı ki, ona nəysə bir məsləhət vermədim. Hətta burada sosiallaşır gedən kimi, yəni nə olub? Bəli, çox sosial bir insan olduğunda bu videodan çox rahatlıqla görə bilərsiniz və hər şeydən xəbərsiz. Burada minik, çox şirin bir pişik oturmuşdu. Yəni vecinə də deyil ya. Xəbəri yoxdu, amma onun yerində olmaq istəyən çox uşaq var idi həmin gün. Fərahim içəri girdi. O gələnə qədər mən buralarda gəzişəcəm biraz. Əslində çox da bir şeylər yoxdur burada. Dedi ki, mənə istəsən evə gedə bilərsən, amma nə bilim, insan çıxanda istəyir ki, görsün yaxınları onu gözləyir. Ona görə onu tək buraxa bilmərəm. Mən orada gözləyəndə bir qız gəldi. 1 saat 10 dəqiqə qalıb imtahana. Elə bilib ki, səhv məktəbə gəlib. Onu o qədər çox yaxşı başa düşdüm ki, söhbət elədi. Dedi ki, qabiliyyət imtahanından bircə balla kəsilib. Onun hər kəsin daha çox həyəcanlanmağı çox normaldır. Nəysə, çox şükür. İçəridə keçdi tez. O vaxta qədər də ümumiyyətlə tez imtahana gəlmək yaxşıdır. Gəlirsən, həyəcanın keçir. Bu arada imtahana gələn uşağa həyəcanlanmaq, heç nə olmayacaq. Burada nə var ki, sözlərini demək düzgün hesab eləmirəm. İstər-istəməz sən əziyyət çəkirsən,
gecə gündüz oxuyursan, çalışırsan və özü də 2 il, 3 il, hətta elələri var ki, 5-ci sinifdə ümumiyyətlə hazırlığa gedib söz deyildi, dəstəyini məncə özün göstərməlisən deyə fikirləşir. Belə. Uykumu sizə göstərim. Yəni əsl bir imtahanlıq oldu. Cəmaət orada nə dərslər uğraşıyor, sən buradan uzanmısan. Pis 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 pis. Gəl oynayaq, gəl. Bu il kəskin yağışlar dəhşət çox oldu və mən buludlu və yağışlı havaları sevmirəm. Həmişə günəş olsun. Gəzdim biraz ətrafı və belə bir yer tapdım. Məncə çox yaxşı yerdə yerləşirdi və burada oturdum. Belə bir yer tapdım özümə, dedim ki, burada gözləyim. Həm videolar yükləmişəm, onlara baxaram, həm də atışdırmalıqlar var çantamda. Elə baxa-baxa yeyərəm. Ümid edirəm ki, 3 saat belə keçər. Əslində baxdım, sadəcə oturmağa, nəsə bir şeylər yeməyə elə bir yerlər yoxdur. Çox da uzaqlaşa bilmərəm, evə də gedə bilmərəm. Nəysə belə, gözləməliyəm. Mən də o vaxta qədər vloglarımdan qalan videoları kəsib düzəldəcəm, yəni edit eləyəcəm. Belə. Mən də yerimi dəyişdirdim, orada çox soyuq idi. Belə bir yerdə əyləşmişəm. Bu arada bayaq buradan bir dayı keçirdi. Dedi ki, qızım, burada əyləşmə skvaznyakdır, dən xəstələnərsən, dedim, çox sağ ol dayı. Hələ də bizi tanımasa belə yaxşılığımızı istəyən insanlar var. Hələ də onlar var. Sağ ol dayı, elə Fərahim. Bu arada səndən danışım, ancaq özümü çəkdim. 1 saat 30 dəqiqədir ki, Fərahim içəridədir. Mən də onu burada gözləyirəm. Hava çox günəşlidir ki, buradan çıxandan sonra gedib yemək yerik. Amma bilmirəm, əgər çox yorğun olsa, evə gedərik. Yorğun olmasa, onda yemək yedərik. Məncə onu çox istədiyimi deməyə ehtiyac yoxdur. Çünki 3 saat əgər onu gözləmişəmsə və vaxtımı ayırmışamsa, deməli həqiqətən də mənim üçün dəyərlidir. 3 saat keçəndən sonra nəhayət Fərahim çıxdı. Adam özünü buradan çıxanda elə rahat hiss edir ki. İmtahandan çıxmışam. Yəni ümid edirəm ki, ən azı heç olmaya, ən az bir 90 bal istəyirəm. İnşallah. İnşallah olacaq. İnşallah bu videonun davamını nəsib olar akademiyada çəkərəm. Bir də inşallah cavablar çıxanda çəkərik. İnşallah yaxşı olar. Qorxuram. Bir dəqiqə uşaqlar, ver onu mənə. Ver mən danışacağam. Deməli uşaqlar, Fərahimi aç susuz. 3 saat gözləmişəm. Ona görə o mənə bir KFC qonaq. Bəli. Veririk, versən? Bəli. Gedirik, yes. Fast food yeyəndə çox sevinirəm. Bye. Sonra yeməyə KFC-yə gəldik, amma telefonumun zaretkası burada 1 idi və söndü. Deyəcəksiniz ki, bəs telefonun zaretkası sönübsə bu videonu necə çəkdim? Əslində gedəndə çəkmişdim. Sadəcə vlogu sonlandırmaq üçün bu hissələri də qoydum. Əgər videonu bəyəndisə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti vloqlarda görüşənədək bye.